Cəmiyyətə girərkən sizin də insanlar tərəfindən rahatsız edildiyiniz və ya rahatsız olunduğunuz bir nüanslar olurmu? Və insanlar başlayırlar sizi çəkingən, introvert, içə qapanıq kimi etiketləməyə. Belə bir nüansı sən də yaşayırsansa, o zaman bu videoya baxaq. Burada bizim ayırt edəcəyimiz bəzi nüanslar var. Sosial fobi isə burada həqiqətən də köməyə ehtiyacınız var. Ondan ötürü sosial fobiya ilə introvert durumları, içə dönük nüansları ayırmaq lazımdır. Misal üçün, yolda tanıdığın birindən qarşılaşmaq, salamlaşmaq, liftə minmək, oradakı insanlara məsələn sabahınız xeyir demək və yaxud da gecəniz xeyrə demək, avtobusda gedərkən dayanacaqda saxlayın deyə bilmək və yaxud da gözləmək ki, başqası desin ki, saxlasın, mən də düşüm. Yəni, belə çətinliklər, yəni günlük həyatda bu aktivitələrdə sosial fobi bizə sıxıntı yarada bilir. Sosial fobiyanı digər durumlarla ayıran əsas nədir? İlk ayırt edici maddəmiz onun müddəti, nə qədər sıxlıqla olur, neçə dəqiqədən bir olur. Ruhsal xəstəliklərdə çox önəmli nüanslardan biridir ki, nə qədər olur, müddəti nə qədərdir, neçə dəqiqədən bir olur, neçə gündən bir olur və yaxud da olduğu prosesdə nə qədər olur, tanımadığın insanlar arasında mı olur, insanların önündə danışarkən mi olur? Məsələn, insanların önündə danışarkən olursa, yəni sadəcə bu olursa, bu sosial fobi deyil. Yəni, burada başqa nüanslar var, başqa şemalar danışmalıyıq. Sonra, məsələn, biz bunları öyrəndikcə biləcəyik. Məsələn, sənin getdikcə, bu çalışmaları elədikcə, hiss elədikcə, müəyyən bir terapi, özün öz üzərində də çalışdıqca bunu öhdəsindən gələ bilərsən. Amma sosial fobiya da getdikcə şiddətlənir və sən içinə qapanmağa başlayırsan. Bir var, sən sadəcə bir insanların önündə danışmaqda çətinlik çəkirsənsə, amma sosial fobiyada həyatının bir çox sahəsində insanlarla ünsiyyətə girmək, insanların yanında yemək və sən insanlardan getdikcə qaçmağa çalışırsan və bu tez-tez baş verirsə, əllərin titrəyirsə, əzələlərin gərilirsə, mədə bağırsaq sancıları yaşayırsansa, hətta yaşadığın sıxıntıları düşünərək belə sıxıntı yaşayıb, normal heç nə olmayanda da sən sıxıntı yaşayırsansa, panik ataklara keçirsənsə, bu çəkingənlikdən ziyadə bu sosial fobiya ola bilər. Yəni, bunu mütləq şəkildə bir psixiatr və ya bir psixoloqla görüşmək mütləq lazımdır. Ona görə, yəni, məsələn, çəkingənlik, introvertlik bir dəstəyə ehtiyac yoxdursa, amma sosial fobiyada mütləq şəkildə bir dəstəyə ehtiyacımız vardır. Məsələn, sosial fobiya ilə bağlı tədqiqatlar çox ekstravert insanların da sosial fobi yaşadıqlarını görmüşük, yəni görülübdür tədqiqatlarda. Ona görə sosial fobiyada başqaları ilə qarşılaşanda, başqalarla birlikdə bir yerdə olanda, onlar tərəfindən mühakimə edilmə, danlanılma, bəyənilməmə, yəni bu cür vəziyyətlər yaşayırsınızsa və yaxud da ətrafdakı insanların sizi izlədiyini, sizi dəyərləndirdiyini, sizə qiymət verdiyini düşünürsünüzmü? Bu normaldır. Bəzən, məsələn, insanlar kənardakı insanların ona baxmasını istəməyə bilər. Bu normaldır. Amma sosial fobiyada mühakimə olunmaq, bəyənilməmək, qəbul edilməmək, lağ edilmək, o qədər həddindən artıq belə vəziyyətə gəlir, çıxır ki, o qorxu səni, qəbul edilməmə qorxusu şuur altında ölümə bərabər bir vəziyyətə gəlir. Yəni, şuur altı artıq səni orada ölüm qorxusunu algılayıb, səni oradan çəkə bilir, səni oradan qoruya bilir. Yəni, sən həmən beynində düşünürsən, görürsən, məsələn, mənim arxamdan danışırlarmı, mənim qibatımı qırırlarmı, mənim paltarıma nə dedilər,
Üzümdə haqqında nə danışdılar, paltarlara mı baxdılar, saçıma, başıma mı baxıblar edirlər, kimi düşüncələr gəlir. Və yaxud da ki, sən bir şeyə etiraz eləməlisən, haqsızlığa məruz qalmısan. Ay Allah, mən onu necə deyəcəm, mən gedib necə deyəcəm ki, siz bu çeki səhv veribsiz. Və ya ofisianta necə deyəcəm ki, yeməyi səhv gətirmisən, telefonda necə cavab verəcəm, mən necə danışacam, mən danışa biləcəmmi? Və davamlı bu düşüncələr o anı canlandıraraq çətinlik çəkirsiniz və hətta beyninizdə fəlakət ssenariləri yazmağa başlayırsınız. Yəni. Və bu getdikcə gərginləşir. Gələk digər maddəyə, tənhalıq sizin üçün bir seçimmi, yoxsa məcburiyyətmi? Bax, burası çox önəmli. Tənhalıq seçim ola bilər, bir də tənhalıq məcburiyyəti ola bilər. Məsələn, sosial cəmiyyətdə introvert insanlar o qədər də seçmirlər o sosial cəmiyyətdə olmağı. Özləri ilə baş-başa qalmağı sevirlər. Onlarla özlərinlə baş-başa qalmaq, kofe içmək çox ləzzət verir onlara. Bir kofe içərlər və enerji toplayırlar, enerjilərini bərpa edirlər. Amma sosial fobisi olan insanlarda tənhalıq zevkdən çox bir qaçmağa gedir. Yəni qaçır, zevk almır. Bu çox böyük fərqdir. Sən orada rahat hiss edə bilmirsən, mühakimə olunmayasan deyə qaçırsan. Bunlar ayrı-ayrı şeylərdir. Biri var, sən özündən zövq alasan, bu bir seçimdir. Bu introvertlərin çox vaxt seçdiyi bir nüansdır. Amma sosial fobiyası olan insanlarda isə bu zülmə çevrilir. Yəni bir qaçmaq, bir fəlakətdən qaçış kimi. Yəni uzun müddətli baxanda bu bədbəxtdir. Yəni həyatını əlindən elə bir alıblar. Özünü heç cürə həzzə yönləndirə bilmir, heç cürə həzzə fokuslana bilmir, eləmək istədiyi planlarını, hədəflərini eləyə bilmir, özü üçün çalışa bilmir və bir müddət sonra depressiyona girə bilər. Stresə girə bilər, depressiyaya girə bilər. Amma yalnızlıqdan zövq almaq sizi depressiyaya çevirməz. Yəni sən enerjini toplayarsan, yenidən dönərsən. Digər nüansımız, qeydlərimə baxıram. Məsələn, bizim nə qədər özünü digər insanlardan geri çəkirsən. Məsələn, bu tənhalıqdan əlavə biraz utancaqlığa girir. Məsələn, utancaqlıq sizi nə qədər geri çəkir? Sənin hiss etdiyin o rahatsızlığının dərəcəsi sosial fobiyadakı qədər güclü deyil. Sosial fobiyada daha dərindən güclü olur o utancaqlıq. Və o sosial vəziyyətlərdən qaçır, həyatının hər şeyini buna görə ayarlayır, buna görə qərar verir, aktivitələrdən qaçır, cəmiyyətdən qaçır. Məsələn, dostların bir yerdə yeməyə gedirlər, səni də çağırırlar. Əgər sənin belə bir düşüncən varsa içində, ayda indi mən orada yemək yerkən mənə baxacaqlar, məni mühakimə edəcəklər, məni bəyənməyəcəklər, ağzımın içinə baxacaqlar, bədənimin qoxusu gələ bilər onlara kimi düşüncələr. Və ona görə heç kimdən yeməyə getmirsən. Yəni sən demək ki, özünü çox geri çəkirsən və özünü sərhədləyirsən, özünü həbsə alırsan, həbsə salırsan. Və yaxud da ki, avtobusa minmirsən, kim harda enir, sən də orada enirsən, saxla sözünü deməyəsən deyə. Bu sənin həyatına, keyfiyyətini aşağı salır, həyat standartlarını aşağı salır, sənin həyatına çətinlik çəkir. Sən 3 astanovka piyada yeriyirsən, niyə? Çünki saxla sözünü deməkdə çətinlik çəkirsən. Sonra bəzən məsələ görürsən ki, kimlərləsə görüşməlisən, amma tanımırsan. Yəni, tanımadığın insanlarla ilk görüşdə ünsiyyət qurmaq ölümdür. Yəni, bu sənin sosial fobiyandan qaynaqlanır və sən buna görə sən kariyer həyatında çox gözəl bir təklifdən vaz keçə bilərsən. Yəni, sosial fobiyadan görə özünün həyat keyfiyyətini aşağı salırsan. Niyə həyat keyfiyyətini aşağı salıb? Geri çəkirsən insanlardan, mühitdən, gözəl əyləncədən. İnsana insan lazımdır.
insanlar içərisində özünü insan hiss edir. Amma sən bundan zövq ala bilmirsənsə, o zaman yavaş-yavaş geri çəkirsən və bu bizim həyatımızı yaşamağa qoymur, zövq almağa qoymur. Çünki biz insan olaraq dünyaya gəlmişik. Heyvanlarda belə sosiallaşma prosesi var, meymunlarda qruplaşma var, sosiallaşma var. Bizim təməl ehtiyaclarımızdan biri digər qruplar tərəfindən qəbul edilmək ehtiyacıdır. Bu bizim doğuşdan gətirdiyimiz ehtiyacdır və biz bunu ödəməliyik. Buna görə mənim kanalıma abunə olun. Daha da davamı gələcək və nə etməliyik? Sosial fobiyada nələrə diqqət etməliyik? Hansı nüanslarla öz həyatımızı asanlaşdıra bilərik? Həyat keyfiyyətimizi yüksəldə bilərik? Onunla bağlı çox maraqlı videolar çəkəcəm.